Bu günləri mən sizə 3-cü sinif riyaziyyat testlərinin izahını verəcəm. Keçək sual 1-ə. Ən böyük 3 rəqəmli ədəddən 429 vahid kiçik olan ədəd hansıdır? Biz ilk öncə ən böyük 3 rəqəmli ədəd hansıdır onu müəyyən edək. Ən böyük 3 rəqəmli ədədimiz olur 999. Yazıram bura 999. 429 vahid kiçikdir. Ay uşaqlar, vahid kiçikdir dedikdə nə edirdik? Çıxırdıq. 999-dan çıxacam 429-u. 9-dan 9 çıxdım 0, 9-dan 2 çıxdım 7, 9-dan 4 çıxdım 5. Deməli, ən kiçik olan ədədimiz neçə oldu? 570. Doğru cavab olacaq B variantı. Sonra keçirik ikinci suala. Anarın 736 manat pulu var. O 145 manata şalvar, 256 manata palto aldı. Onun nə qədər pulu qaldı? Deməli, anarın var 736 manat pulu. Görək nə qədərini xərclədi? 145 manat şalvara, 256 manat da paltoya pul verdi. 145 üzərinə gəlinsin 256. 6-ın üzərinə 5 gəlirəm. 11, 1 yadda. 4-ün üzərinə 5 gəlirəm. 9, 1 yadda. 10, 0 yazıram, 1 yadda. 2-nin üzərinə 1 gəlirəm. 3, 1 yadda da 4. Deməli, palto və şalvara cəmi 401 manat pul verdi. Anarın nə qədər pulu var? Anarın var 736 manat pulu. 401 manatını xərclədisə nə qədər qaldı? Necə taparam? 736-dan çıxaram 401-ini. 6-dan 1, 5, 3-dən 0, 3, 7-dən 4, 3. Deməli, nə qədər pul qaldı? 335 manat. Doğru cavab olacaq A variantı. Sonra keçirik sual 3-ə. 356 çıxılsın 267 misalında azalanı 40 vahid, çıxılanı isə 20 vahid artırsaq fərq neçə olar? Deməli, azalan çıxılan nəyin komponentləridir fərq çıxmanın? Buradakı azalanımız neçədir? 356. 356-nı 40 vahid artır deyir. Neyin yerəm vahid çox deyirsə, 356-nın üzərinə gələcəm 40-ı. 6-ın üzərinə 0, 6, 5-in üzərinə 4, 9, 3-də olduğu kimi düşdü. Elədi 390. Çıxılanı isə 20 vahid artırsaq. Çıxılan neçədir? 267. 20 vahid artır deyir. Vahid çoxdur dedikdə nə edirik? 3 toplayırıq. 267-nin üzərinə gələcəm 20-ni. Deməli, 7-nin üzərinə 0, 7, 6-ın üzərinə 2, 8, 287. Deməli, yeni azalanımız oldu 396, çıxılanımız oldu 287. İndi bunların fərqini tapaq. Yazıram 396 çıxılsın 287. 6-dan 7 çıxa bilmirəm. 9-dan 1 onluq verdim. Elədi 16. 16-dan 7 çıxdım 9. Burada qaldı 8. 8-dən 8 çıxdım. Elədi 0. 3-dən də 2 çıxdım 1. Deməli, fərq neçəyə bərabər oldu? Fərq bərabər oldu 109-a. Düzgün cavab olacaq D variantı. Növbəti sualı. Kompüter telefonundan təqribən nə qədər bahadır? Kompüterimizin qiymətini göstərir 924 manat. 924-ü yuvarlaqlaşdırırıq yüzlüklərə qədər. 9-dan sonra artım verməyən rəqəm gəlib 2. Ona görə 9 olduğu kimi qalır. Özündən sonraki sıfıra çevrilir. Oldu 900. 599. 599-u da yuvarlaqlaşdırıram yüzlüklərə qədər. 5-dən sonra artım verən rəqəm gəlib 5. Bir vahid artır olur 6. Özündən sonrakılar çevrilir sıfıra. Kompüterimizin qiyməti 900. Telefonumuzun qiyməti 600. 900 600-dən nə qədər çoxdur? 900-dən çıxıram 600-dür. Təqribən 300 vahid, yəni doğru cavab olacaq C variantı. Sonra keçirik növbəti suala. 832 çıxılsın 436 misalının təqribi cavabı neçədir? Onluqlara qədər yuvarlaqlaşdırmaqla fərqi tapın. Ay uşaqlar, biz gəlin birinci yuvarlaqlaşdırmanın qaydasını yadımıza salaq. Əgər yuvarlaqlaşdırdığımız ədəddən sonra artım verməyən rəqəm, yəni 0, 1, 2, 3, 4 gələrdisə, ədəd öz olduğu kimi qalar, özündən sonrakılar sıfıra çevrilərdi. Yox, əgər özündən sonra artım verən rəqəmlər 5, 6, 7, 8, 9 gələrdisə, ədəd özü bir vahid artar və özündən sonrakılar sıfıra çevrilərdi. Gəlin indi biz 833 ədədini yuvarlaqlaşdıraq onluqlara qədər. 3-ün altından xətt çəkirəm. 3-dən sonra artım verməyən rəqəm gəlib. 300 olduğu kimi qalır, özündən sonrakılar sıfıra çevrilir. Deməli, ədədimiz oldu 830 çıxılsın. 436 ədədini onluqlara qədər yuvarlaqlaşdırıram. 3-dən sonra artım verən rəqəm gəlib. 3-dən sonra artım verən rəqəm gəldiyinə görə ədəd özü bir vahid artır, olur 4. Özündən sonrakılar da sıfıra çevrilir. Bunu da yuvarlaqlaşdırdıqda elədi 440. 830-dan çıxaram 440. Deməli, 0-dan 0, 0. 3-dən 4 verə bilmirəm. 8-dən 1 onluq verdim. Elədi 13. 13-dən 4 çıxıram 9. Burada qalıb 7. 7-dən də 4 çıxıram eləyir 3. Deməli, fərqimiz, cavabımız bərabər oldu 390-a. Düzgün cavab olacaq C variantı. Sonra keçirik növbəti suala. Kərimin 350 manat pulu var. O qiyməti 8 manat olan şokoladdan 6 kiloqram alarsa nə qədər pulu qalar? Deməli, ay uşaqlar, şokoladımızın 1 kiloqramı 8 manatdır. Bu da bundan 6 kiloqram aldı. Yəni, belə başa düşün ki, bir paketimizin qiyməti 8 manatdır. Bu da bundan 6 paket aldı. 3, 4, 5, 6. 6 paket aldı. Hərəsi də 8, 8, 8, 8, 8. Deməli, 1, 2, 3, 4, 5, 6. 6-nı vurarıq 8-ə. Deməli, 48 manat pul ödədi 6 kiloqram şokolada. 350 manatı var. Əgər 48 manatını xərcləmişdirsə, bunun nə qədər pul qalıb? Necə taparam? 350-dən çıxaram 48-dir. Yazaram 350 çıxılsın 48. 0-dan 8 çıxa bilmirəm. 5-dən 1 onluq verdim. Elədi 10. 10-dan 8 çıxdım 2. Burada qaldı 4. 4-dən 4 çıxdım 0. 3 öz olduğu kimi düşdü. Elədi 302. Deməli, nə qədər pul qaldı? 302 manat. Düzgün cavab olacaq A variantı.
Sonra keçirik növbəti suala. 6 3A çıxılsın 3B4 bərabərdir C6 4. Baxaq bura. Fikirləşirik ki, neçədən 4 çıxanda 4 verir? Deməli 8-dən 4 çıxanda 4 verir. A-mızın qiyməti bərabər oldu 8-ə. Keçirik B-mizin qiymətini necə tapırıq? 3-dən 6 çıxa bilmərik. Bu deməli 13-dür. 13-dən neçə çıxdıqda 6 verir? 13-dən də 7 çıxdıqda 6 verir. B-mizin qiyməti deməli 7-dir. Daha sonra burada deməli ay uşaqlar 6-dan 1 onluq vermişəm olub 13. 6-dan 1 onluq verdiyimə görə burada qalıb 5. 5-dən də 3 çıxıb bərabər olub 2-yə. Deməli C-mizin də qiyməti 2-yə bərabərdir. ABC deməli 872 çıxılsın CAB. C-mizin qiyməti 2, A-mızın qiyməti 8, B-mizin qiyməti 7. 872-dən çıxıram 287-ni. O da eləyir 585. Deməli cavab nəyə bərabər oldu? 585. Doğru cavab olacaq B variantı. Sonra keçirik növbəti suala. Hansı misalın təqribi cavabı 400-dür? Yəni yuvarlaqlaşdırma ilə tapırıq. 628-i yüzlüklərə qədər yuvarlaqlaşdırıram. 6-dan sonra artım verməyən rəqəm gəlib. Ona görə olacaq 600. 374. 3-dən sonra artım verən rəqəm gəlib, olacaq 400. 600-dən də 400 çıxanda eləyir 300. A variantı deyil. Sonra keçirəm B variantına. 837-ni yüzlüklərə qədər yuvarlaqlaşdıram. 8-dən sonra artım verməyən rəqəm gəlib. Olur 800 çıxılsın. 355-i yuvarlaqlaşdıram yüzlüklərə qədər. 3-dən sonra artım verən rəqəm gəlibdir. 3-dən sonra artım verən rəqəm gəlib, artır olur 400. 800-dən də 400 çıxdıqda elədi 400. Elə deməli bizim təqribi cavabımız 400-ə B variantında bərabər oldu. Gəlin digər variantlar niyə olmur? Onlara da baxaq. 937 39 yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda olacaq 900. Çünki özündən sonra artım verməyən rəqəm gəlibdir. 284 yuvarlaqlaşdıranda yüzlüklərə qədər 2-dən sonra artım verən rəqəm gəlib, olacaq 300. 900 ilə də 300-ün fərqi bərabər olacaq 600-ə. Deməli bu da deyil. Sonra keçirik digərinə. 774 çıxılsın 315. Deməli 7-dən sonra artım verən rəqəm gəlib, olacaq 800. Çıxılsın 3-dən sonra artım verən rəqəm gəlməyib. Ona görə də 800-dən də 300-ün fərqi olacaq 500. Bizim burada düzgün variantımız oldu B. Sonra keçirik növbəti suala. Portağal və cavalının birgə çəkisi almanın çəkisindən nə qədər çoxdur? Bu cavalıdır, bu almadır, bu da portağaldır. İndi bizdən nə istəyir? Portağal və cavalının birlikdə çəkisi. Portağalın çəkisi 213 qram, cavalının çəkisi 55 qram. Yazıram ay uşaqlar. 213 üzərinə gələnsin 55. 5-in üzərinə 3 8, 5-in üzərinə 1 6, 2 də olduğu kimi düşdü. Bunların birgə çəkisi elədi 268. Almanın çəkisi də 196 deyil. 268 196-dan nə qədər çoxdur? Gəlin bunların fərqini tapaq. 8-dən 6 çıxıram 2, 6-dan 9 çıxa bilmirəm. 2-dən 1 onluq verdim, elədi 16. 16-dan da 9 çıxdım, elədi 7. Deməli 72. Nə qədər çox oldu? 72 qram. Düzgün cavab olacaq B variantı. Sonra keçirik növbəti suala. Emilin bir qədər pulu var idi. Atası ona 50 manat verdi. Emil 125 manatını xərclədi. 250 manat pulu qaldı. Emilin əvvəlcə nə qədər pulu var idi? Uşaqlar, biz Emilin bilirik pulunu, xeyr bilmirik. Ona görə bir X məhsulla götürürük. X atası ona 50 manat verdi. Üzərinə gəlinsin 50. Emil 125 manatını xərclədi. Xərcləyirsə deməli çıxırıq. Bunları xərclədikdən sonra Emilin 250 manat pulu qaldı. Bərabər 250-yə. Deməli, X üzərinə gəl 50 çıxılsın 125. Nə edirəm? Bunlar fərqli işarədir. 125-dən çıxaram 50-ni. O da eləyəcək X çıxılsın 75 bərabərdir 250-yə. İndi X-i necə taparam uşaqlar? Çıx 75, digər tərəfə necə keçər? Üzərinə gəlinsin. Deməli, 250-nin də üzərinə gələrəm 75, eləyər 325. Deməli, Emilin əvvəlcə nə qədər pulu var imiş? 325 manat. Düzgün cavab olacaq B variantı. Gəlin indi bunu yoxlayaq. Görək həqiqətən də Emilin əvvəlcədən 325 manat pulu var imişmi? Deməli, Emil 325 manat pulu var. Atası ona verdi 50 manat. 325-in üzərinə gələcəm 50. Eləyəcək 375. Daha sonra o 125 manat pulunu xərclədi. Çıxılsın 125. 0, 7-dən 2, 5, 3-dən 1, 2. Həqiqətən də 250 manatı aldıqmı? Həqiqətən 325 manat pulu var imiş ki, atası ona 50 manat verdi. Elədi 375. O da 125 manatını xərcləyəndən sonra onun 250 manat pulu qalmış oldu. Sonra keçirik növbəti suala. İməcilik zamanı 989 ağac əkilmişdi. Cədvələ əsasən iməcilik zamanı əkilən şam ağaclarının sayını tapın. Ay uşaqlar, baxın. Zeytun, sərv, akasiya, şam. Bunların birlikdə ümumi cəmi 989-a bərabərdir. Zeytunun sayını veribdir 273 ağac. Sərvin sayını verib 172 ağac. Daha sonra akasiyanın sayını verib 234 ağac. Bizə şamın sayı lazımdır. Necə taparıq ay uşaqlar? Ümumi 989-dursa zeytun, sərv, akasiya. Bunların ümumi birlikdə cəmini taparam və 989-dan da bunların cəmini çıxıb şam ağacını taparam. Deməli, birinci 273-dən asan olsun deyə 273 üzərinə gəlinsin 172. 3-ün üzərinə 2 gəlirəm 5, 7-nin üzərinə 7, 14, 1 yada 2-nin üzərinə 1, 3, 1 yada da 4. Deməli, zeytun, sərv bunların cəmi 445, üzərinə də gəlirəm 234-dür, yəni akasiyanı da bunların üzərinə gəlirəm. 4-ün üzərinə 5, 9, 4-ün üzərinə 3, 7, 4-ün üzərinə 2, 6. Deməli, ümumilikdə zeytun, sərv, akasiya ağaclarının cəmi elədi 679. Ümumi var 989 ağac. Bunların da
679-u zeytun, sərv, akasiya ağaclarının cəmidir. Mən də 989-dan çıxaram 679-u. Taparam gölüm şam ağaclarımızın sayına qədərdir. 9-dan 9 çıxıram 0, 8-dən 7 çıxıram 1, 9-dan 6 çıxıram 3. Deməli, şam ağaclarımızın sayı nəyə bərabər oldu? 310-a bərabər oldu. İndi gəlin hər birinin C variantı doğru cavab. Ümumilikdə cəmini tapaq, görək həqiqətən də bizə 989-u verirmi? Deməli, ay uşaqlar, 273 üzərinə gəlinsin 172, 5, 7-nin üzərinə 7, 14, 1 yada 2-nin üzərinə 1, 3, 1 yada 4, 445, üzərinə gəlinsin 234, 4-ün üzərinə 5, 9, 4-ün üzərinə 3, 7, 4-ün üzərinə 2, 6, 679. İndi gəlin 679-un üzərinə gələk 310-u. Yazıram 679, üzərinə gəlinsin 310. 9-un üzərinə 0, 9, 7-nin üzərinə 1, 8, 6-ın üzərinə 3, 9. Həqiqətən də buradakı 989-u biz ala bildik. Sonra keçirik növbəti suala. 475 kiçikdir A-dan, o da kiçikdir 526, kiçikdir B-dən, o da kiçikdir 625. Müqayisəsində A-nın yerinə yazılacaq ən kiçik ədədlə B-nin yerinə yazılacaq ən böyük ədədin fərqini tapın. Uşaqlar, bu bərabərsizlikdir. Deməli, 475-dən sonra gələn ədədi biz ən kiçik olaraq götürürük. Çünki A-nın yerinə yazıla biləcək ən kiçik ədəd 476-dır. Daha sonra B-nin yerinə yazıla biləcək ən böyük ədəd. Əgər B-nin yerinə yazıla biləcək ən kiçik ədəd desəydi, biz 526-dan sonra gələn ədədi 527-ni götürərdik. Ancaq bizə ən böyük ədəd dediyinə görə 625-dən əvvəl gələn bir ədədi götürürük. 625-dən əvvəl gələn ədəd hansıdır uşaqlar? Aha, deməli 624. Biz də 624 ilə 476-nın fərqini tapırıq. 624 ən böyük ədəd, 476 ən kiçik ədəd. 4-dən 6-da çıxa bilmirəm. 2-dən 1 onluq verdim. Elədi 14. 14-dən çıxıram 6-nı. Qalır deməli 8. Burada qalıb 1. Yəni 11. 6-dan 1-ni vermişəm, eləyib 11. 11-dən 7 çıxıram, qalır 4. Burada qalıbdı 6-dan 1-ni vermişdim, 5. 5-dən də 4 çıxıram 1. Deməli, bunların fərqi elədi 148. Hansı variant? D variantı. Sonra keçirik növbəti suala. Boş xanaya uyğun ədədi tapın. Kvadrat çıxılsın 425 bərabərdir 825 çıxılsın 342. Uşaqlar, kvadrat çıxılsın 425 bərabərdir. Biz ilk öncə bərabərliyimizi həll eləyərik. 825-dən çıxaraq 342-ni yazıram. 825 çıxılsın 342. 5-dən 2 çıxıram 3, 2-dən 4 çıxa bilmirəm. 1 onluq verdim. 12-dən 4 8, 7-dən 3 4. Deməli, bərabərliyimizin cavabı elədi 483. Bərabər 483, belə yazaq buradan. İndi kvadrat bərabərdir. Çıxılsın 425, o tərəfi necə keçir? Üzərinə gəlinsin şəklində. 483-ün üzərinə gələcəm 425-i. 5-in üzərinə 3, 8, 8-in üzərinə 2, 10, 0 yazıram 1 yada. 4-ün üzərinə 4, 8, 1 yada da 9. Deməli, boş xanadakı ədədimiz neçə oldu? 908. Düzgün cavabımız olacaq A variantı. Sonra keçirik növbəti suala. Bazarda 245 kiloqram kartof, 162 kiloqram soğan vardı. Tərəvəzlərdən 98 kiloqram satıldı. Nə qədər tərəvəz qaldı? Deməli, 245 kiloqram kartof, 162 kiloqram soğan vardı. Burada biz gəlin cəmi tərəvəzlərin kütləsini tapaq. 245 kiloqram kartofdur, 162 kiloqram soğandır. Cəmi görək bazarda nə qədər tərəvəz var? 5-in üzərinə 2, 7, 6-ın üzərinə gəlirəm. Deməli, 4-ü 10, 0 yazıram. 1 yadda, 2-nin üzərinə 1, 3, 1 yadda da elədi 4. Deməli, cəmi tərəvəzlərimizin kütləsi 407 kiloqramdır. İndi 407 kiloqramında 98 kiloqramı satıldı. Nə qədər qaldı? 407-dən də çıxacam 98-i. Deməli, 7-dən 8 çıxa bilmirəm. 1 onluq verdim. Elədi, deməli, ondan 1 onluq verdim. Elədi 17. 17-dən 8 çıxdım. Qaldı 9. Burada qaldı 9. 9-dan 9, 0, 4-dən də 1-ni verdiyimə görə 3. Deməli, cavabımız olacaq 309. Nə qədər tərəvəz qaldı? Doğru cavab olacaq B variantı. Sonra baxırıq növbəti suala. Şəklə əsasən mavi lentin uzunluğunu tapın. Deməli, uşaqlar, qırmızı, yaşıl, mavi lent verilib. Qırmızı, yaşıl, mavi lentin üçünün birgə uzunluğunun cəmi 742 cm-dir. Ancaq bunlardan qırmızı və yaşıl lentimizin uzunluğu məlumdur. Bizim məhsulumuz mavidir. İlk öncə məlum olanların cəmini taparıq biz. 356 üzərinə gəlinsin 142. 6-ın üzərinə 2, 8, 5-in üzərinə 4, 9, 3-ün də üzərinə 1, 4. Bunların ikisini birgə cəmi elədi 498 cm. Deməli, 742 cm-in içərisində qırmızı, yaşıl lentlərin cəmi 498-dir. 742-dən çıxaram 498-i, taparam ki, yerdə qalan mavi lentimizin uzunluğu nə qədərdir? Deməli, 4-dən 1 onluq verdim, elədi 12. 12-dən 8 çıxıram, eləyir 4. 4-dən 1 onluq vermişdim, qalıb 3. 3-dən 9, son 3-dən 9 çıxıram, eləyir 4. 7-dən də 1 onluq vermişdik də 4-də. Burada qaldı 6. 6-dan 4 çıxdıq, elədi 2. Deməli, mavi lentimizin uzunluğu nə qədər oldu uşaqlar? 244 cm deməli. 244. Gəlin indi həqiqətən də yoxlayaq. 356-nın üzərinə gəlmişdi, eləmişdi 498. Gəlin indi 498-in də üzərinə gələk
244-ü. Görək bizə 742-ni verirmi? 8-in üzərində 4, 12, 2 yazıram, 1 yadda, 9-un üzərində 4, 13, 1 yadda, 14, 1 yadda, 4-ün üzərində 2, 6, 1 yadda da 7. Bəli, həqiqətən bizə 742-ni verdi. Deməli, mavi lentimizin uzunluğu 244 sm. Sonra keçirik növbəti suala. Rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli cüt ədəddən 637 vahid kiçik olan ədəd hansıdır? Rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli cüt ədəd istəyir bizdən. Biz ilk öncə rəqəmlərimizi azalan sırayla yazmalıyıq. Neçə rəqəmimiz var? 10 hansılardır? 0-dır, 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır, 7-dir, 8-dir və 9-dur. İndi başlayıram azalan sırayla ən böyüyü 9, sonra 8, sonra 7. 7 yaza bilərəm, xeyr, çünki məndən cüt istəyir. Eləyir 986. Deməli, rəqəmləri müxtəlif. Ən böyük 3 rəqəmli cüt ədəd 986-dır. Bundan da 637 vahid az deyir. 986-dan çıxıram 637-ni. 8-dən birini verdim, elədi 16. 16-dan 7 çıxıram, eləyir 9. Burada qalıb 7. 7-dən 3 çıxıram 4. 9-dan da 6, 3. Deməli, hansı ədəd oldu? 349. Düzgün cavab olacaq A variantı. Sualları həll et. 600 çıxılsın 372. Deməli, uşaqlar, mən burada 6-dan birini buna verdim. Deməli, yanındakı sıfıra. Elədi 10. İndi baxırıq. 0-dan 2 çıxa bilmirəm. Həmən 10-dan birini bu sıfırın üzərinə əlavə elədim. Elədi 10. 10-dan 2 çıxdım. Elədi 8. Bu 10-dan birini vermişəm. Qalıbdı 9. 9-dan 7 çıxıram. Eləyir 2. Bayaqları 6-dan birini verdi yaxı. Qalıb 5. 5-dən də 3 çıxdım. Elədi 2. Deməli, 600 çıxılsın 372 misalının cavabı elədi 228. Sonra 900 çıxılsın 549. İndi başqa rənglə göstərirəm. Baxın uşaqlar, burada 9-un 1 onluğunu verdim. Bu elədi 10. İndi 0-dan 9 çıxa bilmirəm. Həmən bu 10-dan 1 onluq buna əlavə elədim. Elədi 10. 10-dan 9 çıxdım. Elədi 1. Həmən bu 10-un 1 onluğunu vermişəm. Axı burada qalıb 9. 9-dan 4 çıxıram. Eləyir 5. 9-dan bayaqları vermişdim. Qaldı 8. 8-dən də 5 çıxdım. Elədi 3. Deməli, 900 çıxılsın 549 misalının cavabı elədi 351. Sonra keçirik növbətiyə. 500 çıxılsın 291. Baxaq, buradan yazsam. 500 çıxılsın 291. Deməli, yenə uşaqlar, başqa rənglə göstərirəm. 5-dən 1 onluq buna verirəm. Bu eləyir 10. Burada 0-dan 1 çıxa bilmirəm. Həmən bu 10-dan birini buna əlavə elədim. Bu oldu 10. 10-dan 1 çıxıram. Eləyir 9. Bayaqları bundan verdim axı buna. Burada qaldı 9. 9-dan 9 çıxdım. Elədi 0. 5-dən 1 onluq vermişəm. Qalıb 4. 4-dən də 2 çıxıram. Eləyir 2. Deməli, 500 çıxılsın 291 ifadəmizin də cavabı eləyəcək 209. Sonra keçirik növbəti suala. 300 çıxılsın 192. Deməli, ay uşaqlar, 3-dən birini buna verirəm tez, eləyir 10. 0-dan 2 çıxa bilmirəm. Həmən 10-dan birini buna əlavə elədim. Elədi 10. 10-dan 2-ni çıxdım, elədi 8. Bunun birini vermişdim, axı, onun birini vermişdim, qaldı 9. 9-dan 9 çıxdım, elədi 0. 3-dən bayaqları birini vermişdim, qalmışdı 2. 2-dən də 1 çıxdım, elədi 1. Deməli, 300 çıxılsın 192 ifadəsinin də cavabı eləyəcək 108. Sonra digərinə baxırıq. 700 çıxılsın 436 misalını həll edirik. Yenə tez 7-dən 1 onluq 0-a əlavə edirəm. Bu olur 10. 0-dan 6 çıxa bilmirəm. Həmən 10-u buna əlavə elədim. Bu elədi 10. 10-dan 6 çıxıram 4. 0-dan 1-ni bayaq verdim. Axı qaldı 9-u. 9-dan 3 çıxıram 6. 7-dən də 1-ni vermişdim. Qaldı burada 6. 6-dan da 4 elədi 2. Deməli 700 çıxılsın 436 misalının da cavabı eləyəcək 264. Sonra keçirik məsələ 19-a. Birinci qutuda 237 sancaq. İkinci qutuda bundan 98 ədəd az sancaq var. İki qutuda cəmi neçə sancaq var? Birinci qutuda 237 sancaqdır uşaqlar. İkinci qutuda bundan dedikdə birinci qutunu nəzərdə tutulur. Yəni 237-dən 98 ədəd azdır. Görək ikinci qutuda neçə sancaq var? 7-dən 8 çıxa bilmirəm. 3-dən birini əlavə elədim. Elədi 17. 17-dən 8 çıxıram 9. Burada qalıb 2. 2-dən 9 çıxa bilmirəm. 2-dən 1 onluq verdim. Elədi 12. 12-dən 9 çıxıram. 3. 2-dən birini vermişəm. Axı burada da qalıb 1. Deməli, ikinci qutuda 139 sancaq var. İndi məndən istəmir də ikinci qutuda neçə sancaq var. Məndən istəyir ki, birinci və ikinci qutuda birgə neçə sancaq var. Ona görə 139 ilə 237-ni cəmini tapacağam. Yazacağım 237 üzərinə gəlinsin 139. 9-un üzərinə 7, 16, 6 yazıram 1 yadda. 3-ün üzərinə 3, 6, 1 yadda 7. 2-nin də üzərinə 1, 3. Deməli, 2 qutuda birgə. Cəmi nə qədər sancaq olur uşaqlar? 376 sancaq. Yazıram bura 376. Sonra keçirik növbəti suala. Boşluqları doldurun. Azalan, çıxılan fərq. Deməli, mən başqa üsuldan başa salacağam. 739 çıxılsın 1 kvadrat. Fərqimiz bərabərdir 328-ə. Kvadrat bərabərdir. Deməli, ay uşaqlar, siz fikirləşəcəksiniz ki, 739-dan nə çıxanda 328-ə bərabər olur. 739-dan çıxacaqsınız 328-ə. 9-dan 8 çıxıram 1, 3-dən 2 çıxıram 1, 7-dən 3 çıxıram 4. Deməli 411. Gəlin həqiqətən də yoxlayaq. 739-dan
Yazıram bura. 739 çıxılsın 411. 9-dan 1 8, 3-dən 1 2, 7-dən 4 3. Həqiqətən də 328 aldım. Deməli buradakı çıxılanımız 328 aldıq. Aha buradakı 411-ə bərabərdir. Bax buradakı. Buradakı. Sonra keçirik. Deməli azalanımız bilinmir. Azalan çıxılsın 483 bərabərdir 180. 182-yə. Kvadratı necə taparam uşaqlar? Çıxılsın 483-dür. Digər tərəfi necə keçər? Üstə gəl şəklində keçər. 483 ilə 182-nin cəmini tapacağam. 3-ün üzərinə 2 gəlirəm 5, 8-in üzərinə 8, 16, 1 yadda, 4-ün üzərinə 1, 5, 1 yadda da 6. Deməli, azalanımız neçəyə bərabər oldu? 665-ə bərabər oldu. Gəlin indi həqiqətən də yoxlayaq. 665-dən çıxaq 483-ü görək biz ala bilirikmi 182-ni. Yazıram 665 çıxılsın 483. 5-dən 3 2, 6-dan 8 çıxa bilmirəm. Bundan bir onluq verdim, elədi 16, 16-dan 8 8, 5-dən də 4 1. Həqiqətən də 182-ni aldım. Sonra keçirik dögərinə. Aha, bu asandır elə. Hər birini verib. Azalan 839, çıxılan 355 olarsa fərqi tapın. Nə edirik uşaqlar? 839-dan çıxarıq 355-i. 9-dan 5 çıxıram 4, 3-dən 5 çıxa bilmirəm. 8-dən birini verdim, elədi 13. 13-dən 5 çıxdım 8, burada qaldı 7, 7-dən də 3 çıxdım 4. Deməli bu ifadəmizin də cavabı elədir 484.